arasında quzu qarnı adlanan göbələyin yığım mövsümüdür. Hava rütubətli olduqda bu göbələyə daha çox rast gəlinir. Baku TV sözü gedən bitki ilə bağlı reportaj hazırlayıb. Qeyd eləyək ki, quzu qarnı toplayan Oğuz sakini İbrahim İbrahimov bildirir ki, bu göbələk adını görünüşünə görə alıb. Quzu qarnına əvvəlki qədər rast gəlinmir. Ərazidə bu bitkinin kökünü kəsdikləri üçün daha yetişmir. Məcbur olub başqa tərəflərdə axtarırıq. İldə bir dəfə bitən bu göbələyin qiyməti quzu ətindən belə bahadır. Dağətəyi ərazilərdə bitir. Qiyməti 35-40 manat arası dəyişir. Marketlərdə satılan göbələklərdən 10 dəfə, quzu ətindən isə 2 dəfə bahadır. Təzə çıxdığı üçün indi qiyməti 60 manatdır, deyə başqa bir Oğuz sakini qeyd eləyib. Qeyd eləyək ki, bu göbələk növü digərlərindən dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənir. Nadir tapılan quzu qarnı göbələyinin faydaları isə bunlardır. Orqanizmin müqavimətini artırır, qan təzyiqini tənzimləyir, xərçəngdən qoruyur, immuniteti gücləndirir, diabetə müsbət təsir eləyir, görməni yaxşılaşdırır. Eləcə də qaraciyər və ürək xəstəlikləri üçün də dərmandır.